22 iyun 2025 yıl Selen Rayonu Albatan kəndi. Bildiğimiz kimi geçen illəri biz, hörmətli izləyicilərimiz, hörmətli PC İdarəsinin rəhbəri Rəşad Hacıyevdən xahiş eləmişdik ki, demək burada bu istiqamətdən gələn maşın buradan gələn qatarı görmür. Bunun da nəticəsində hadisələr baş verir. Hadisələr baş verir. Sağ olsun Rəşad müəllim keçən illəri bu gölün qıraqlarını pişdirmişdi. Oradan gələn maşın görürdü. Lakin sonda yenə bu illəri burada vəziyyət gərginləşdi. Qamış elə bir bitkidir ki, bunun qabağını almaq qeyri-mümkündür də. Qamış yenə bitmişdi, yenə yol görünmürdü. Keçən dəfə müraciət elədik ki, biz bir ictimai təşkilat olaraq Rəşad Hacıyevdən xahiş elədik ki, hörmətli Rəşad müəllim, yenə bura görünmür, bir əncam çəkin. Allah razı olsun Rəşad Hacıyevdən. Baxdığımız kimi buradan pişdirib yenə yol tərtəmiz görünür. Baxın, ora hamısı kol idi. Ora qədər təmizlənib. Gələn maşın oradan artıq buradan gedən qatarı görür. Həm təmizlik, həm də şəhidimizin orada demək qulağıdır, abdəsidir. Bunun qabağının təmiz olması vacibdən də vacib bir məsələdir. Allah şəhidlərə rəhmət eləsin, can qoydular o uşaqlar. Bizim indi bu günlər qürrələndiyimiz o torpağın alınmasında Ali Baş Komandanımız, xalqımız, bizim rəhmətli şəhid balalarımız, qazilər, veteranlar hamısı can qoydular, o torpaq aldılar. İndi bizim borcumuzdur da bunları qarşısını təmiz saxlamaq, bunlara ehtiram göstərmək. Onsuz onlar Allah tərəfindən cənnətdədirlər. Amma bu dünyada da onların yerləri görünməli demişim. Və baxın, bu gül kimi təmizləndi, qəşəng, səliqəli səhmanlı. Qaydada. Ona görə mən öz adımdan, biz təşkilatımızın rəhbərliyi adından Rəşad Hacıyevə minnətdarlığımı bildirirəm. Allah belə bizim məmurlarımıza köməyi olsun ki, xalqa xidmət göstərsinlər, göstərirlər də. Mən açığın deyim ki, nə qədər idarə rəislərinə müraciət eləmişəm, Allah onlardan razı olsun, heç bir çətinliklə qarşılaşmamış. Hamısı elə bu işləri görüblər, səliqə ilə, səhmanla da nəticəsi olur. Allah var eləsin, işlər avanda olsun, hörmətlə Azərbaycan Respublikası Könüllü İctimai Nəzər İctimai Birliyinin Sələn Regional Təşkilatı Həsənov Kəmal Məmmədov. Allah xalqımızı var eləsin, dövlətimizi var eləsin, qorusun, yaxşı insanlara da kömək olsun.